Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Yadınızdadırsa, biz bir müddət öncə Nara xanımın iki klinikada dişlərinin sökülməsi ilə bağlı, məcburi sağlam dişlərinin çıxarılması ilə bağlı reportajımız və müsahibəmiz olmuşdu. Biz bu müsahibəni təqdim etmişdik sizin nəzərinizə. Və o zaman bildirmişdik ki, xanım hüquq mühafizə orqanlarına həmin o iki klinika və klinikanın rəhbərliyi ilə bağlı şikayətlər edib. 314-cü maddə ilə cinayət işinin açıldığı bildirildi bizə baş prokurorluqdan. Amma nədənsə sevinci Nara xanımın çox sürməyib və ekspertiza, tibbi ekspertiza tamamilə başqa, rüşvətlə, mən deyərdim ki, hər daim olduğu kimi biz məhkəmə ekspertizalarında da şəxsən mən özüm onun yaxın keçmişdə şahid oldum. Bax, burada da eyni ilə tibbi ekspertiza çox gülünç bir rəy çıxarıb əziz izləyicilər. İndi Nara xanım özü bu barədə sizə məlumat verəcək. Necə oldu? Bizim, belə deyək, bizdə ictimailəşəndən sonra məsələ kimin qəbulunda oldunuz, prokurorluqda kim qəbul etdi, kim dəvət etdi ora? Zəhmət olmasa oradan başlayaq və danışaq. Demək, Pərvin xanım, prokurorluğa çağırdılar məni əvvəlki təhqiqatçı bizim işimizi, yəni, necə deyək, yoluna yaxşı vermədiyinə görə, yaxşı işini icra eləmədiyinə görə mən tələb elədim prokurorluqda, istintaqda tələb elədim ki, mən başqa müstəntiqlə, yəni baxsın mənim işimə. Bunlar da sağ olsunlar, yaxşı müstəntiq mənə, necə deyərlər, təyin elədilər. Getdim, gəldim qəbuluna. Bu təhqiqat müstəntiqdə işimizə yaxşı baxdı, götürdü işimizi dərindən, çağırır məni hər həftə, zəng eləyir, maraqlanır, necə lazımdır. Cinayət işi də açıldı, bildiyimizə görə 314-lə cinayət işi açıldı. Orada bir neçə dələduzluq var, səhlənkarlıq var, yəni maddələr var. Klinikalar heç bir şəkildə üzə çıxmaq istəmirlər, heç bir şəkildə. Demək, mənim əvvəl ilk dəfə getdiyim, əvvəlki müstəntiqi məni göndərdiyi ekspertizada səhv, yəni rəylər yazılıb, necə rəy yazılıb? Güya ki, 11 dənə mənim dişimin 11-i də Dent House-da çəkilib. Xalqlardakı Dent House-da çəkilib, 11 dişimin 11-i də. Bu Nərmanovdakı klinikanın konkret adı çəkilmir. Konkret. Bu Anar Əmraslanovanın klinikasının üstünə yıxıblar ki, göyə mənim 11 dişimin 11-i də orada çəkilib. Bu klinikada rəydə elə yazılıb. Cavid Cahangirlinin verdiyi rəydə, məhkəmə tibbi ekspertizada. Demək, ilk dəfə necə yazılıbsa, ikinci dəfə baxış olmadan, nə birinci dəfə, nə ikinci dəfə. Mən ekspertizada heç bir şəkildə baxış olmayıb ağzıma. Yəni, baxmayıblar orada, ağızda vəziyyət necədir, diş çəkilibmi, çəkilməyib, müayinə etmədilər məni, müayinə etməyiblər. Yəni, iki ekspertizanın ikisində də. İki rəydə də, rəydə gülünç nəticə var Pərvin xanım. Yazılır ki, rəydə bədənin heç bir səthində xəsarət yoxdur. Sanki mənim bədənimdən, qolumdan, ayağımdan çəkilib bu dişlər. Yəni, mənim başım bədənimdən hesab olunmur. Demək, mənim ağzımdan 11 dənə dişin çəkilməyini bunlar bədənə vurulan xəsarət deyə qeyd edirlər. Amma heç bir xəsarət yoxdur. 11 dənə sağlam dişi bunlar, yəni başa düşə bilmirəm, küçədə gedən bir adamın 2 dənə dişini vurub bir cinayətkar qıranda bu cinayət işidir. Cinayət işidir. Mənim 11 dənə dişimi həkim olmayan bir çoban çəkib və 2 klinikada çəkilib. Məhkəmə tibbi ekspertizada bu klinikaları, yəni mənə rəy verməməkdə nəticə nə çıxır ortalığa? Yəni sən klinikaları bakırvat edirsən. Nəyə əsasən? Bəli, nəyə əsasən? Sənin maddi marağın nədir ki, sən mənə düzgün rəy vermirsən? Maddi marağın nədir sənin? Və orada qeyd edirsən ki, bədənin heç bir səthində xəsarət yoxdur. Nə demək yəni xəsarət yoxdur? Siz görüşdünüzmü? Mən 2 ekspertizadan sonra, demək ikinci rəy çıxandan sonra getmişəm məhkəmə tibbi ekspertizaya, görüşməyə həmən o adamla ki, hansı kimi Cavid Cahangirli ki, mənə rəy verib. İnanırsınız Pərvin xanım, vəkilimlə getmişəm, vəkilimlə telefonda danışır, deyir ki, mən qəbul eləyə bilmirəm, qəbul eləmirəm. Mən də vəkilin yanında durmuşam. Orada da yuxarıda kamera var. Bunlar o kameradan yəqin ki, baxırlar, görürlər. Mən də aşağıda deyirəm ki, mənim bir vətəndaş olaraq haqqımdır. Sən də əgər tibbi ekspertsən, məni qəbul eləməlisən. Əgər ekspertsənsə.
Məni nə deyə qəbul eləmirsən? Səbəb nədir? Sən bu dövlətin qurumunda işləyirsənsə əgər, sən məni qəbul eləməlisən. Mən bir xəsarət almışam. Yəni sizin neynəməyə çalışırsınız? Və mən o məni o gün orada qəbul eləmədiyinə görə mən onu çıxdım, getdim qurumlara şikayət elədim, o cümlədən Səhiyyə Nazirliyinə. Əlimə verilən o ekspertizanı da qoydum poçta, Səhiyyə Nazirliyinin poçtuna çıxdım. Yəni mən sadəcə bilmək istəyirəm, bunlar neynirlər yəni? Bu bir oyundur Pərvin xanım. Baxın, mən indi hazırda Nara xanım danışdığı zaman bir axtarış verdim Cavid Cahangirli ilə bağlı. İnanın ki, axtarış səhifəsində Cavid Cahangirli ilə bağlı saytlarda, xəbər kanallarında yetəri qədər məlumatlar getdi. Və buradakı bu xəbərlərə baxdıqda artıq xanımın ekspertizasının necə təyin olması açıq-aydın görünür. Açıq-aydın görünür. Düşünürəm ki, bugün məsəl üçün bir neçə vəkillərin həbsi ilə bağlı, vəkilin həbsi ilə bağlı bilirsiniz, Adəm Məmmədovun həbsi ilə bağlı səhifələrdə, xəbər saytlarında məlumat yayıldı. Vəkillər, həkimlər, mən ümid edirəm ki, yaxın bir müddətdə bu məhkəmə tibbi ekspertləri ilə bağlı, hüquq, belə deyim, hakimlərlə bağlı bir tədbirlər görüləcək. Onların da həbslərini biz tez bir müddətdə görəcəyik. Çünki pulla satın alınan insanlar, bu insanların haqqına girən insanlardır. Nara xanım, sizin kimə müraciət etmək istəyirsiniz? Kimin qəbulunu istəyirsiniz? Harada olmaq istəyirsiniz? Bundan sonraki planlarınız nədir? Mümkünsə Pərvin xanım, mən həmən bütün qurumlara müraciət eləmişəm. Bütün qurumlara. Yəni, qurumların deyərəm ki, yəni hamısı, yəni belə götürəndə hamısı o iki klinikanı pakrovat edir. Qurumların hamısı. Mən məsəl üçün o 8 dent klinikası ki deyirsiniz, kimə məxsusdur? Orada biz əvvəl çəkiliş olanda, araşdırmaya gedəndə bölmədən, bəli. Orada Tahir adında bir adamın adı keçdi. Tahir İmanov. Tahir, bəli. Xalidə adında bir qadının adı keçdi, yəni oranı çalışdıranlar. Və mənə səhiyyədən ilk şikayətimdə zəng gələndə, demək məndən soruşdular ki, bu klinika harada yerləşir, necə yerləşir? Mən bunlara deyirəm ki, filan yerdə yerləşir də. Lokasiyadan deyir, klinikanın yeri çıxmır. Baxın. Mən bir nüansa diqqət çatdırmaq istəyirəm. Tahir bəy, siz orada olanda özünü necə təqdim etdi sizə orada? Mən keçmiş polkovnikəm, bölmədən gələn təhqiqatçıya deyir ki, keçmiş polkovnikəm, siz məni yəqin ki tanıyırsınız. O da dedi, xeyr, mən sizi tanımıram. Harada çalışdığını dedi. Hə, prezident aparatında çalışmışam. Orada onu dedi. Əziz dostlar, nəzərinizə çatdırım ki, Tahir İmanov, səhv etmirəmsə İmanovda onun soyadı da, deməli, prezident mühafizə xidmətində fəaliyyət göstərib, amma orada da elə məhz bu vəzifəsindən istifadə etdiyi üçün işdən uzaqlaşdırılıb. Və hal-hazırda da baxın, bu 8 dent klinikasına, bilmirəm indi həmin klinika onundumu, ya onun deyil, özü belə deyək də, orada, necə deyim, himayədarlıq mı edir? Ümumiyyətlə, hər bir kəsi də məhz bu adla, hədə qorxu gəlir, hər kəsi bu adla susturur. Elə düşünürəm ki, ekspertizanında məhz belə bir qərar çıxartmasına bu adamın bu addan istifadə etməsi bir səbəbdir. Biz düşünürük ki, hüquq mühafizə orqanları bu məsələni də araşdıracaqlar və düşünürəm ki, tez bir müddətdə xanım korrupsiya ilə mübarizə baş idarəsinə də müraciət edib, orada da ərz etsin. Bu şəxslər istər klinika, istərsə də bu məsələni araşdıran və araşdırmada ədalətsiz yanaşan şəxslər özləri barədə bir tədbir görüləcək. Yəni düşünürlər ki, bu iş bağlanacaq, bu iş ləğv olunacaq və ya xitam veriləcək işə. Mümkün deyil. Axıra qədər gedəcəm, hara qədər lazımdır gedəcəm, haqqım, hüququm bərpa olunan bir günə qədər bu işdən əl çəkməyəcəm. Çox sağ olun, minnətdaram sizə. Sağ olun.